Rusiya sərhədçilərinin İrəvan aeroportundan və Azərbaycanla sərhəddən çıxarılması razılaşdırılıb. Ermənistan Telegram kanallarında geniş müzakirə edilən bu xəbər özünü doğruldub. Kremldən xəbərə münasibət gecikməyib. Nikol Paşinyanla Vladimir Putinin görüşündə Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindəki məntəqələri tərk etməsi razılaşdırılıb. Bu barədə Ermənistanda hakimiyyətə yaxın Bagramian 26 Telegram kanalı məlumat yayıb. Bu məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar deyə Peskov qeyd edib. Rusiya sərhədçiləri paralel olaraq İrəvandakı Zvartnots hava limanını da tərk edəcəklər. Ermənistan real olaraq hansısa ciddi tələbləri Rusiya qarşısında qoymur. Zvartnots aeroportundan güya ki çıxacaqlar. Amma orada vır tut bir 20, bəlkə də 15 Rus zabiti otururdu. Özdə çox biabırçılıq bir hal idi ki, Ermənistana kim gəlir, ilk növbədə onları Rusiya FSB zabitləri qarşılayır. Təbii ki, bunu aradan götürmək artıq vaxtı gəlib çatıb Ermənistan üçün 30 ildən sonra. Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclasında isə qeyd edib ki, nəqliyyat infrastrukturlarının inkişafı ölkələr arasında ticarət dövriyyəsinin artmasına təkan verəcək. Lakin onun bu bəyanatını ittifaq ölkələri ilə, yoxsa Azərbaycanla nəqliyyat əlaqələrinə aid edib etmədiyi dəqiq deyil. Paşinyan bunu etiraf etdi. Paşinyan hesab edir ki, kommunikasiyalar açılmalıdır. Hələlik bu bəyanatlar səviyyəsindədir. Söhbət Zəngəzur dəhlisindən gedirsə, düzdür, bu onu səsləndirmədi, adını çəkmədi. Amma mən digər marşrutu tanımıram. Əgər Paşinyan bunu bəyan edirsə, bu həmin bu istiqamətdə atılan bir müsbət bir addım kimi bunu qiymətləndirmək olar. Ekspertlər hesab edir ki, Rusiya sərhədçilərinin həm İrəvan aeroportundan, həm də Azərbaycanla sərhəd bölgələrdən çıxarılması hər iki tərəfin maraqlarına uyğundur. Lakin Ermənistanla Rusiya arasında həll olunmayan məsələlərdən biri də İrəvanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından uzaqlaşmaq meyilləridir. Hazırda bu ölkənin hərbi sahəsində mövqeləri xeyli güclü olan Rusiyanın Ermənistandan tamamilə çıxarılması İrəvan üçün çətin görünür.